Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsinin Gürcüstanda Azərbaycanla sərhəd yaxınlığında qəzaya uğraması nəticəsində göyərtəsində olan bütün heyət həlak olub. Türkiyə və Gürcüstan səlahiyyətləri qalıqları yoxlamağa başlayıblar. Misyaz Aznewsa istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə axtarış, xilasetmə və qəza araşdırma qrupları Azərbaycan-Gürcüstan sərhəddində qəzaya uğrayan hərbi yük təyyarəsinin qalıqlarının tədqiqinə başlayıb. Nazirliyin açıqlamasında deyilir, saat 06:30-da Gürcüstan hakimiyyəti ilə razılaşdırılaraq axtarış, xilasetmə və qəza axtarış qrupları Azərbaycan-Gürcüstan sərhəddində qəzaya uğrayan hərbi yük təyyarəmizin qalıqlarının tədqiqinə başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan çərşənbə axşamı Azərbaycanlı həmkarı İlham Əliyev və Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə ayrı-ayrılıqda telefon danışığı aparıb. Paytaxt Ankarada keçirilən tədbirdə çıxış edən Prezident Ərdoğan şəhidlər üçün başsağlığı verib. Qəzadan sonra dünyanın bir çox ölkəsi və liderləri Türkiyə ilə həmrəy olduqlarını bildiriblər. Təyyarə radarlardan itərək Gürcüstanın Snagi bölgəsinin dağlıq ərazisinə enməzdən əvvəl Azərbaycanın qərbində yerləşən Gəncə Beynəlxalq Hava Limanından qalxıb. Məlumata görə təyyarə havaya qalxmazdan əvvəl Gəncə hava limanında təxminən 2 saat qalıb. Həmin müddət ərzində ekipaj təyyarənin yaxınlığında lazımi texniki qulluq və hazırlıq işləri aparıb. Heç bir üçüncü tərəfin girişinə icazə verilməyib və bütün təhlükəsizlik protokollarına riayət edildiyi bildirilir. Təyyarə noyabrın 8-də Bakıda keçirilən Qələbə günü münasibəti ilə hərbi paradda iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələrinə xidmət göstərməyə məsul olan üzvlərini, eləcə də həmin təyyarələrin mexaniki ehtiyat hissələrini daşıyırdı. Məlumata görə göyərtədə heç bir partlayıcı material olmayıb və dağıntılardan heç bir kənar müdaxilə və ya partlama əlamətlərinin aşkar edilmədiyi bildirilir. Eyni nəticəni görünən partlayış əlamətləri göstərməyən, internetdə yayılan düşən təyyarənin video görüntüləri də təsdiqləyir. Qeyd edək ki, müstəntiqlər qəzanın 2 əsas mümkün səbəbini nəzərdən keçirirlər. Birincisi, 2020-ci ildə sonuncu əsaslı təmiri ilə 50 ildən çox istismarda olan təyyarənin yaşı ilə bağlıdır. Mütəxəssislər qeyd edirlər ki, korroziya və ya metal yorğunluğu uçuş zamanı konstruktiv nasazlığa səbəb ola bilərdi. Bu da 2017-ci ildə ABŞ Dəniz Piyadalar Korpusunun KC-130 təyyarəsinin pərvanə qanadının qopması səbəbindən havada parçalanmasına bənzər qəzaya səbəb ola bilərdi. İkinci ehtimal yükün yüklənməsi prosesini əhatə edir. Nəqliyyat təyyarələrində düzgün təmin edilməmiş yüklər uçuş zamanı yer dəyişmə edə bilər. Bu da gövdəyə zərər verə biləcək və konstruksiyaların sıradan çıxmasına səbəb ola biləcək disbalans və vibrasiyaya səbəb ola bilər. Mənbələr bildiriblər ki, qəzadan sonra təyyarənin qara qutusu açıq ərazidən çıxarılıb. Cihaz deşifrəyə göndəriləcək və təhlil tamamlandıqdan sonra nəticələr ictimaiyyətə açıqlanacaq. Türkiyə, Gürcüstan və Azərbaycan səlahiyyətlilərinin faciənin dəqiq səbəbini müəyyən etmək üçün sıx əməkdaşlıq etdiyi bildirilir. C-130 Herkules Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən geniş şəkildə istifadə edilən uzun müddət xidmət edən taktiki nəqliyyat təyyarəsidir. Uçuş qeydiyyatçı məlumatları təhlil edildikdən və birgə araşdırma hesabatı dərc edildikdən sonra yekun nəticələr gözlənilir. İlahə Qəmbərli, Heydər